Hörmətli tamaşaçılar, bugünkü qonağımız Nəriman müəllim Məhəmmədovdur. Nəriman müəllim uşaqlıq və gənclik illərin gözəl təbiəti olan Kəlbəcərdə keçirib. Nəriman müəllim, xoş gördük. Xahiş edirəm, biraz o Kəlbəcərli günlərinizdən danışaq. Orta məktəbi Kəlbəcər şəhər bir nömrəli ortamında qurtarmışam. 70-ci ildə xaricilərin üstünə daxil olub və oranı 74-cü ildə bitirmişəm. 6 il Kəlbəcər rayon Lev kəndində, sonradan 12 il təhsil şöbəsində metodist işləmişəm və oradan da köçkün düşmüşük. Köçkün düşəndə biz Ağsu rayonunda məskunlaşmışıq. Orada 12 ildə yeri təhsil şöbəsində işləmişəm. Ondan sonra 2004-cü ildə köçmüşük Gəncəyə. Gəncədə 16-cı ilə qədər müəllim işləmişəm. Kəlbəcərdə yaşadığınız, gördüyünüz, şahidi olduğunuz hadisələr. Azərbaycanın ən gözəl göçələrindən biridir. Həqiqətən də gözəldir. O vaxt ki, oranı itirmişdik. 33 il oranın həsrətində yaşayırdıq. İnstitutun 1-ci kursunda oxuyanda atamın dayısıgil, Əli kişigil Dağlıq Qarabağ adlanan yerin Umudlu kəndində olurdular. Bir gün atam dedi ki, gedib onlarla görüşməlisən. Getdim. O vaxtda həmin o sərsəng su bəndi hələ hazır deyildi. Təzə təməl qoyulurdu. Orada avtobusdan düşdüm, piyada Umudlu kəndinə gedəsi oldu. Yendim. Daimin oğlunun adı Həsən Alı idi. Getdim ki, onlar orada işləyir. Dedi ki, kənd yaxındır. 4 kilometr yolu var, gedə bilərsən. Yox, əgər getmirsənsə, gözlə bir gedərik, axşam. Mən dedim, yox, sizi gözləyəcəm. Gözlədim. Həmin günü əmək haqqılar paylanırdı. Ermənilər hamısı əmək haqqını alıb, özün verirdilər o küncə, bu küncə. Gördüm, nəsə danışırlar ermənicə. Soruşdum, xalq verdi, haqq verdi, Həsən Alı. Qardaşlar üçü də orada işləyirdilər. Bunlar nə edir? Dedilər, bunlar fond yığırlar. Fond yığırlar. Qarabağ fondudur. Hamısı orada pul verdilər. Mən də bilmirdim ki, bu fond nə fonddur. Demək, bu həmin fond demişdi. Vaxtıyla, demək, bunlar təməlini qoyublar. Axırda 93-cü ildə o fondla bizi oradan didərgin saldılar. Torpaqlarımız alandan sonra biz getdik ora və orada qəribəliklərlə rastlaşdıq. Qəbirstanlığımız dağılmışdı. Mənim nənəmin, anamın baş daşı da həmin o ərazidən gətirilən daşla qoyulmuşdu. Anamın şəkili ağ mərmərdən həmin o baş daşında vardı. Ermənilər o şəkili də zədələmişdilər. Anamın baş daşının böyründən yer qazılmışdı. Görünür, onlar nəsə qızıl axtarırmışlar, nəsə eləyirmişlər. Kəlbəcər Azərbaycanın demək olar ki, ən böyük rayonudur. Nə qədər kəndi vardı? Kəlbəcərin ərazisi 1936 min kvadrat kilometrdir. 117-yə qədər o vaxtı kənd var idi. Amma hamısını dağıtmışdılar da, bütün kəndləri. Həmin kəndləri demək olar ki, Kəlbəcərdə bir dənə də olsun üstörtülü ev qalmamışdı. 10 gün ki, o müqavilədən
Prezidentin, onların baş naziri ilə bizim prezidentin ki, söhbətləri olmuşdu ki, Möhlət, müqavilə, hansın möhlət? ondan sonra razılıqla da onların ordusu çıxmışdı. 10 gün vaxt verdilər ki, bizə dəyməyin. 10 gün müddətində bütün kəndləri onlar yandırmışdılar. Məqsəd də bu idi ki, bu ərazidə bir dənə salamat yer qalmasın, ev qalmasın. Hamısını yandırmışdılar. Ağdərə ilə Basarkeçir arasında yerləşən Kəlbəcər ərazisini tamamilə yandırıb əldən çıxartmışdılar. Mən bildiyimə görə Kəlbəcər yeganə rayonudur ki, o milli tərkibinə görə orada bir nəfər də olsun erməni yaşamır. Kəlbəcər yeganə rayon idi ki, orada bir nəfər də olsun erməni ailəsi yaşamırdı. Olmayıbdı da. Olmayıb. Yalnız orada 6 nəfər qadın, o da bizim yaşımızdan xeyli əvvəl ora ərə gəlmişdilər. Yoxsa orada erməni yaşamamışdı, erməni olmamışdı. Gözümdən gözümə bir aləm köçüb. Qəlbindən qəlbimə alov, od düşüb. Zaman təzələnib, zaman dəyişib. Könlümün həmdəmi, unutma məni. İki canda bir həyatı yaşatdıq. Qəm yükünü ürəklərdən boşaltdıq. Ömür sürdük, bax beləcə qocaldıq. Könlümün həmdəmi, unutma məni. Duz çörəklə el obada tanındıq. Xeyrxah əməllə hər an anıldıq. Nərmanov 3 övladla barındıq. Könlümün həmdəmi, unutma məni. Vətən deyə həsrətini çəkirəm. Torpağında gözüm qalıb, dəli dağ. Üstüm qalxıb hey başına dolanır. Ayağında izim qalıb, dəli dağ. Ceyran bulaq, Səməd Vurğun oylağı. Gəlin qaya, o Kəlbəcər oylağı. Şeiriyyət, Ələsgərin yarağı, ocağında izim qalıb, dəli dağ. Bir ocağın isti sudur, qaynayır, kimsəsizdir buz bulaqlar, ağlayır. Bu ayrılıq nərmanı dağlayır, torpağında gözüm qalıb, dəli dağ, ürəyimdə sözüm qalıb, dəli dağ. Mən bu şeiri Kəlbəcər işğalından sonra yazmışdım. Daha sonra yazıram ki, gözəlliyin vurğunuyam. Gözüm tutub sizi dağlar, gedir əldən ixtiyarım, görəndə xoş üzü dağlar. Lalələrin donu xallı, ilfar da dodağı ballı, yamaz min rəng tala allı, xınalıdır özü dağlar. Musiqidir bulaq səsi, qoyun, quzu mələşməsi. Göz oxşayır hər güşəsi, məst edibdir bizi dağlar. Qonaq gəlir qışda, yazda, güşə gəlir telli sazda. Dinlə çalın mən biraz da, ömürlərinizi dağlar. Yayda qarın mehin də var, gür yağışın şehin də var. Alan verəm behin də var, nərmanın gözü dağlar, nərmanın gözü dağlar. Eləmi harayına, el gələr harayına, qərib eldə ölənin kim gələr harayına. Ağlaram, hey ağlaram, qərib eldə ağlaram, xoş günüm çox olsa da vətənim üçün ağlaram. Əzizinəm Kəlbəcər, adın qaldı Kəlbəcər,
Kimin nəyinə lazım, çağırırsan gəl becər. Murovda qardaşındır, haraylar qardaşındır, macal vermədi Allah, qarməzar qardaşındır. Bu da Nəriman müəllimin o Kəlbəcərsiz günlərində çəkdiyi bayatlardır. O ağrı acılar bu sətirlərdə öz əksini tapıb. Şükür Allaha ki, o günlər geridə qalıb. Nəriman müəllim indi bundan sonra yəqin ki, Kəlbəcərli günlərini, Dəli Dağı, Murovu, Qoşqarı vəsf eləməklə məşğul olacaq. Nəriman müəllim, şükür torpaqlarımız işğaldan azad olunub. İndi orada quruculuq, bərpa, abadlıq işlər gedir. Arzu eləyirəm, Allah sizə də möhlət versin, uzun ömür versin ki, təzədən o Kəlbəcərli günlərimizə qayıdasınız. Bu günləri mənim sevincimin həqiqətən nə əvvəli, nə sonu dəyişi də belə yoxdur. Daha da qürurlanıram, daha da fəxr edirəm. Bütün cəmaata arzu edirəm ki, hamısı gelsin o Kəlbəcəri görsün. Yaşımın o qoca vaxtını yaşamağıma baxmayaraq, hamıya şən günü, bu nəcür deyim ki, o xoşbəxtlik günü görməyi arzulayıram. Sağ olun, sağ olun. Hörmətli tamaşaçılar, bir daha xatırladım ki, həm söhbətimiz şair Nəriman Məhəmmədoğludur. Sağ olun, gələn Sağ olun görüşlərə bir daha. qədər.